Növbəti çıxış üçün söz Əvəz Zeynallı haqqında İlqar Hüseynliyə verilir. İlqar bəy. Mən bir məsələni hörmətli millət vəkillərinin diqqətinə çatdırmaq istəyirəm. Məlahət xanım Əvəz bəylə ailə görüşündə olduğuna görə təəssüf ki, parlamentin iclasında iştirak edə bilmir. Ona görə Məlahət xanımın mətnini mən sizin diqqətinizə çatdırmaq istəyirəm. Hörmətli millət vəkilləri, dəyərli Azərbaycan xalqının nümayəndələri, bugün burada olan qonaqlar və bizi ekran qarşısında izləyən Azərbaycan xalqı. İlk növbədə sizi və bütün xalqımızı Novruz bayramı və qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm. Novruz bizə yeniləşmə, təzə başlanğıclar və ümid bəxş etsin. Ramazan bayramı isə hər birimizə mərhəmət, ədalət və bir-birimizə qarşı sevgi gətirsin. Bu bayramların ruhu ilə yaşamaq, xalq olaraq birliyimizi qorumaq və haqsızlığa qarşı birgə dayanmaq bizim üçün ən böyük gücümüz olmalıdır. Mən bugün burada sadəcə öz adımdan danışmayacağam. Mən çalışacağam ki, həyat yoldaşım Xural TV-nin rəhbəri Əvəz Zeynallının, eləcə də onun kimi haqsızlığa uğramış, şəllənərək həbs olunmuş minlərlə vətəndaşımızın səsini sizə çatdırım. Bu səs təkcə mənim ailəmin, Əvəz bəyin yaxınlarının səsi deyil. Bu, Azərbaycanın hər bir güşəsində ədalətə susamış, ailələri dağılmış, övladları atasız qalmış insanların səsidir. Mən bugün sizin qarşınızda onların hamısı adından danışıram və bir ana, bir həyat yoldaşı, bir vətəndaş kimi hər kəsdən xahiş və tələb edirəm. Bu fəryadı eşidin və ədaləti bərpa etmək üçün əlinizdən gələni edin. Əvəz bəyin taleyindən başlamaq istəyirəm. O, illərdir ki, müstəqil jurnalist kimi, media rəhbəri kimi xalqın səsini uzatmağa çalışıb. Amma bugün o həbsxanada ağır xəstəliklərlə mübarizə aparır. Mədəsində, mədə-altı vəzində, öd kisəsində və ciyərlərində ciddi fəsadlar aşkarlanıb. Həkimlər soyuq değmənin ağır nəticələrindən danışır. Öd kisəsindən mütləq əməliyyat olunmalı olduğunu bildirirlər. Bir müddət əvvəl gözündən əməliyyat olunan zaman penitensiar xidmətin tibbi müalicə müəssisəsində buz kimi otaqda 3 gün saxlanılıb. O soyuq otaqların nəticəsidir ki, bugün onun ciyərləri bu vəziyyətdədir. Sonuncu dəfə uzi müayinəsi keçirilib, qan köçürülüb, qan analizləri götürülüb, amma hələ nəticələr bəlli deyil. Bu, bir insanın sağlamlığı ilə, həyatı ilə oynamaq deyilmi? Əvəz bəyi sağ-salamat əlimizdən aldılar, indi isə hər gün onun üçün narahatlıq içində yaşayırıq. Onun azadlığa çıxmasını, ailəsinə qayıtmasını, müalicə alıb sağalmasını tələb edirəm. Çünki o bu cəzasını, bu əzabları çəkməyə layiq deyil. Amma məsələ təkcə Əvəz bəylə bitmir. Həbsxanalarda yüzlərlə, minlərlə insan eyni dərdi yaşayır. Onların çoxu şərlə, saxta ittihamlarla həbs olunub. Məsələn, Əziz Orucovu xatırlayın. Onun 2 körpə balası atasız böyüyür. Elnur Şükurovu düşünün. Əvəz bəyə qarşı yalan ifadə verən Makler vəkil azadlıqda rəqs edərkən Elnur şərəfini satmayıb, amma bugün həbsxanada yatır. Onun ata-anası ağır xəstədir. Həyat yoldaşı xəstəliklə mübarizə aparır. Uşaqları ataya möhtacdır. Narkotik diyarlarla mübarizə aparan Vüsal Süleymanov adlı vətəndaşımızın taleyi isə başqa bir faciədir. Məmurların şəxsi maraqları ucbatından həbs edilib. 6 il məhkəməsi gedib. Parlamentimizdə hüquqşünaslar var, yəni bu texniki səhv deyil bunu deməyim, 6 il məhkəməsinin getməyi. Adamın məhkəməsi 6 il davam edib. Gəncə şəhərində narkotiklərlə mübarizə apardığına görə. Heç bir ittiham təsdiqlənməyib, amma apellyasiya məhkəməsi cəzasını 7 ildən 10 ilə qaldırıb. 35 yaşını həbsxanada keçirdi. Ailə qurmaq, övlad böyütmək əvəzinə qəfəs arxasında çürüdülür. Bu siyahını saatlarla uzatmaq olar. Çünki hər bir həbsxanada belə faciələr yaşanır. Hər cəza çəkmə müəssisəsində ən azından 700-800-dən artıq dustaq saxlanılır. Yer yoxdur, amma cinayətkarlar tapılır. Bu insanların həyatları sönür, ailələr dağılır, övladları ataya həsrət qalır. Ailənin yükünü tək daşıyan qadınlar zülmlə bazarlıq edib, əzizlərini ziyarətə gəlirlər. Bunu da tez-tez edə bilmirlər, çünki maddi imkanları yoxdur. Həbsxanaya hər gedəndə öz dərdimi unudub, o insanların çoxu savadsız, haqlarını müdafiə edə bilməyən, səsini çıxarmağa qorxan insanların dərdini çəkirəm. Biganə qalmaq mümkün deyil. Bu bizim hamımızın dərdidir. Mən bugün buradan, bu tribunun arxasından tələb edirəm Əvəz Zeynallıya azadlıq, Əziz Orucova azadlıq, Elnur Şükürova azadlıq, şənlərərək həbs olunmuş hər bir vətəndaşımıza azadlıq.
Onlar ailələrinə, övladlarına qovuşmalıdırlar. Onların sağlamlığı qorunmalı, haqsız həbsləri ləğv edilməlidir. Bu sadəcə bir ailənin istəyi deyil, bu xalqın ədaləti olan tələbidir. Əvəz bəyin şəllənərək həbs olunmuş digər vətəndaşlarımızın ağır vəziyyətlərini sizinlə bölüşdüm. İndi isə məsələnin sistemli tərəflərinə, dövlət qurumlarının məsuliyyətsizliyinə və ədalətin bərpası üçün atılmalı olan konkret addımlara toxunmaq istəyirəm. Ədliyyə Nazirliyinin vətəndaşlara qarşı laqeyd münasibəti dözülməz həddə çatıb. Mən bir vətəndaş kimi nazirliklə əlaqə saxlamağa çalışsam da cavab ala bilmirəm. Mətbuat xidməti sanki yalnız xüsusi statuslu şəxslər üçün işləyir. Adi insanların isə səsi onlara çatmır. Bu, ədalətə cavabdeh olan bir qurum üçün utanc vericidir. Məhkəmələr bu nazirliyin tabeliyindədirsə, biz hansı ədalətdən danışa bilərik? Xalqın ağası gülüm olanın başına külüm olar deyimi burada özünü tam doğruldur. Nazirlik vətəndaşı görməzdən gəlir. Məhkəmələr isə qanundan çox, kimlərəsə sərf edən siyasi qərarlar qəbul edirlər. Bu sistem dəyişməlidir. Ədalət üçün penitensiar sistemdəki bəzi irəliləyişləri də qeyd etməliyəm. Misali Seydovun rəhbərliyi ilə dustaqlara münasibətdə müəyyən yumşalmalar var. İmkanlı, imkansız ayrımı nisbətən aradan qalxıb. Həbsxanalarda təmir işləri aparılır. Rüşvət halları nisbətən azalıb. Amma bu sadəcə səthi dəyişikliklərdir. Həbsxanalarda şərait yaxşılaşsa da, orada haqsız yerə saxlanılan insanların azadlıq hüququ geri qaytarılmır. Yeməklərin keyfiyyəti arta bilər, amma bu bir atanın övladlarına sarılmaq istəyini əvəz edə bilməz. Bizə sistemli həll lazımdır. Haqsız həbslərin qarşısını alan, ədaləti təmin edən bir sistem. Məhkəmələrin qərarları çox vaxt qanuna deyil, şəxsi və siyasi maraqlara xidmət edir. Cəzalar o qədər sərt və əsassızdır ki, insanların həyatları məhv olur. Həbsxanalar artıq adamlarla dolub daşır. Amma hər gün yeni cinayətkarlar ortaya çıxır. Bu təkcə bir statistika deyil, hər rəqəmin arxasında bir ailənin, bir nəslin faciəsi dayanır. Gənclərimiz ömürlərini zindanlarda keçirir. Ailə qurmaq əvəzinə həbsxanalarda qocalırlar. Elnur Şükürov kimi şərəfli insanlar saxta ittihamlardan əziyyət çəkir. Halbuki dırnaqarası makler vəkillər azadlıqda gəzir. Əziz Oğuzov kimi atalar övladlarından ayrı düşüb. Bu bizim gələcəyimizə, milli dəyərlərimizə qarşı cinayətdir. Həbsxanalara gedəndə gördüyüm mənzərə ürək dağlayır. Dövlət bu insanları niyə eşitmir? Niyə onların taleyi ilə maraqlanmır? Dövlət baba olmalıdır. Hər vətəndaşını qucaqlayan, ona sahib çıxan bir ata. Amma bugün biz bu mərhəməti, bu qayğını görmürük. Mən buradan bu yüksək tribunadan tələb edirəm. Əvəz Zeynallıya azadlıq. Şəllənərək həbs olunmuş hər bir vətəndaşımıza azadlıq tələb edirəm. Onlar ailələrinə qayıtmalı, sağlamlıqları qorunmalı, haqsız cəzaları ləğv edilməlidir. Məhkəmələr qanuna xidmət etməli, nazirliklər vətəndaşın yanında olmalı, həbsxanalar ədalətsizliyin deyil, ədalətin rəmzi olmalıdır. Bu sadəcə mənim istəyim deyil, həm də xalqın tələbidir. Sözümü bitirərkən bir daha hamınızı Novruz bayramı və qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edirəm. Qoy bu bayramlar bizə sülh, xoşbəxtlik və ən əsası ədalət gətirsin. Azərbaycan xalqı azad, firavan və ədalətli bir həyata layiqdir. Təşəkkür edirəm ki, məni dinlədiniz. Ümid edirəm bu sözlər sadəcə səslənməyəcək, hərəkətə çevriləcək, ədalət zəfər çalacaq. Təşəkkür edirəm diqqətinizə görə. Çox sağ olun İlqar bəy. Azərbaycan jurnalistikasının parlaq nümayəndəsi olan Əvəz Zeynallının azadlığa buraxılması uğrunda apardığınız mübarizəyə görə sizə öz minnətdarlığımızı bildiririk.